Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə kompleks tədbirlər davam etdirilir. Qarşıda duran növbəti addımları müzakirə etmək üçün Balakən rayonunda regional əlaqələndirmə mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. İclasda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyatı qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Tədbirdə Nazirlər Kabinetinin müvafiq sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmizə qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Hazırki dövrdə kimyəvi mübarizə üsulundan istifadə etmək məqsədə uyğun deyil. Ona görə ki, bağacıq evlərdədir, həyətyanı sahələrdədir. Bu dövrdə yalnız mexaniki toplama və məhv etmə üsullarından istifadə olunmalıdır. Burada da təbii ki, dövlət qurumları öz üzərlərinə düşən işləri eləyirlər. Feromon tələlərinin asılması, lokal kimyəvi mübarizə üsullarının həyata keçirilməsi, ancaq indiki dövrdə vətəndaşların və təsərrüfat, obyekt sahiblərinin özlərinin məsələyə müdaxilə etməsi vacibdir. Zərərvericinin qışlama yerlərinin aşkarlanması məqsədi ilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı yerli əhali və sahibkarlarla görüşlər keçirilir. Onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təsnifatlı izah edici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahəyə yerləşdirilir. Sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında təşviqat işlərinin aparılması və yerli sakinlərin mübarizə tədbirlərinə cəlb edilməsi üçün ictimaiyyət nümayəndələri ilə görüşlər də keçirilir.